Aydındır. Çox təşəkkür edirik Elnur bəy. Ətraflı şərhiniz üçün təəssüflər olsun ki, bağlantıda problem yarandı. Biz Elnur bəyə bu qısa zaman çərçivəsində ətraflı şərh etdiyi üçün təşəkkürümüzü bildiririk və dünya gündəmi ilə davam edirik. İran və Qəzza məsələlərindəki fikir ayrılıqlarına görə Trump-Netanyahu münasibətləri gərginləşib. Təl-Əvivin sözügedən bölgələrdə müharibə və hərbi əməliyyatlar keçirmək istəməsinə baxmayaraq, Vaşinqton buna mane olur. Maraqlıdır, bundan sonra İsrail Birləşmiş Ştatlar münasibətləri hansı formada davam edəcək? İsrail Birləşmiş Ştatların mümkün dəstəyi olmadan hərbi əməliyyatlar keçirə bilərmi? Süjetdə araşdırmışıq. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahu arasında münasibətlər son həftələr İran və Fələstin məsələsində fərqli mövqeləri səbəbindən gərginləşib. NBC News kanalının verdiyi məlumata görə Qəzza məsələsində Amerika lideri atəşkəsin bərqərar olmasını tələb edir və İsrailin Fələstin anklavındakı hərbi əməliyyatlarını vaxt itkisi hesab edir. Eyni zamanda İranın nüvə proqramı məsələsi də Amerika Birləşmiş Ştatları və İsrail arasında ən böyük gərginliyi yaradır. Netanyahu İranın nüvə obyektlərinin fiziki məhvinə hazırlaşır. Trump isə nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlmək istəyir. Təl-Əviv hesab edir ki, Tehranla danışıqlar vaxt itkisidir. Çünki İran hazırda ən zəif və ən həssas vəziyyətdədir. Danışıqlar isə Tehrana öz mövqeyini gücləndirmək üçün vaxt qazandıra bilər. Bəzi prinsiplər üzərində müzakirələr davam edir. Ən çox da İran məsələsində, çünki İsrail tərəfi bilir ki, İran hal-hazırda nüvə danışıqlarında vaxt qazanır. Ona görə də yaxın şərqdəki siyasi vəziyyət olduqca gərgindir və Birləşmiş Ştatlar hal-hazırda siyasi dəstək göstərir İsrailə və Donald Trump administrasiyası təbii ki, tez-tez yeni bəyanatlarla çıxış etsə də, ancaq İsrail ilə Birləşmiş Ştatlar arasında hər hansı bir gərginlik mövcud deyildir. Lakin əgər İsrail hərbi əməliyyatları bəli davam etdirmək istəyirsə, bu prosesdə Birləşmiş Ştatların razılığı böyük əhəmiyyətə malikdir. İsrail və Birləşmiş Ştatlar arasında yaranmış gərginlik və Vaşinqtonun addımları başa düşüləndir. Belə ki, eyni zamanda dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr sülh gətirəcəyini deyən Trump üçün heç də yaxşı deyil. Üstəlik Rusiya və Birləşmiş Ştatlar əlaqələrinin Biden dönəmindən sonra böyük ölçüdə normallaşması Vaşinqtonun İranla bağlı mövqeyini dəyişməsinə gətirib çıxardı ki, Tehran da əlaqələrin düzəldilməsində maraqlıdır. Əgər razılıq əldə olunarsa, İran nüvə texnologiyasından silah deyil, sadəcə enerji əldə olunması üçün istifadə edəcək. Dəyişən dünya nizamını da nəzərə aldıqda bu Birləşmiş Ştatların düşmən deyil, özünə yaxın şərqdən yeni müttəfiq əldə etməyə çalışdığını da göstərir. Eyni şəkildə Şərqi Avropada sülhün bərqərar olmasında böyük rola sahib Türkiyənin də Qəzza və Fələstinlə bağlı mövqeyi bəllidir. Avropa, Asiya, bəzən də elə Birləşmiş Ştatlar arasında siyasi, hərbi, iqtisadi, xaba çevrilmiş Ankaranın müttəfiqliyi Trump administrasiyası üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, İsrailin düzəlməkdə olan münasibətləri yenidən pozmasına Vaşinqton icazə verməyəcək. Netanyahu Birləşmiş Ştatlarla İran arasında danışıqlar prosesini pozmağa yönəlik müxtəlif addımlar atsa da buna nail ola bilmədi. Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməməsi ilə bağlı razılığa gəlməkdə əslində İsrailin İranın nüvə təhdidi argumentindən almış oldu və bu da deməkdir ki, bundan sonraki mərhələdə Yaxın Şərqdə Birləşmiş Ştatlar yalnız öz maraqları kontekstinə çıxış edəcək və əgər İsrail tək başına və Birləşmiş Ştatların maraqlarına qarşı olan hər hansı bir hərbi əməliyyatlara başlayacağı təqdirdə o zaman Birləşmiş Ştatlar tərəfindən dəstək görməyəcək. Digər tərəfdən, hər nə qədər Netanyahu və Trump arasında gərginlik yaşansa da, İsrail tərəfi gec-tez Birləşmiş Ştatlarla razılığa gəlməyə məcbur olacaq. Buna səbəb isə təbii ki, Təl-Əvivin hərbi və geosiyasi cəhətdən demək olar ki, Vaşinqtondan asılı olmasıdır. Əgər Birləşmiş Ştatların dəstəyi olmadan İsrail yaxın şərqdə yeni hərbi əməliyyatlara cəhd etsə, bu heç də yaxşı nəticələnməyəcək. Bildiyimiz kimi artıq ABŞ-la İran arasında danışıqlar gedir və artıq müəyyən razılaşmalar da əldə olunub. Yəni, İsrail ABŞ-sız heç nə edə bilməz. O cüzə deyil, əgər onlar ABŞ-sız hərəkət edərsə, ABŞ onlardan münasibətləri pozarsa, o zaman yəqin ki, Şərq ölkələri birləşib İsraili məhv edərlər. Ona görə də mən hesab edirəm ki, İsrail-Amerika münasibətləri müəyyən
soyulmalar varsa da bu gələcəkdə qaydasına düşəcək. Amerika Birləşmiş Ştatları İsrail münasibətlərinin bundan sonra hansı formada inkişaf edəcəyi Netanyahunun atacağı addımlardan asılıdır. Amma bütün ssenarilərin sonu Tel-Əvivin yenidən Vaşinqtonun dedikləri ilə hərəkət edəcəyini göstərir.